Biz aksesuarı hazırlayıb sizə təqdim edirik. Amma onun arxasında nələr baş verdiyini çox vaxt görmürsünüz. Bugün də bir sifariş üçün lazım olan materialları almaqdan başladım işə. Mağazada seçim etmək də işin ayrıca bir hissəsidir. Hansı materialı harda istifadə edəcəyimi düşünərək seçirəm. Çünki hazırladığım hər bir aksesuarın özünə məxsus görünüşü və detalları olmalıdır. Burada da gördüyünüz kimi seçim kifayət qədər çoxdur. Bəzən axtardığınızı tapırsınız, bəzən isə başqa bir variant düşünməli olursunuz. Sonra isə yola davam edirəm. Çünki bir sifarişlə bağlı gün ərzində bir neçə iş həll etmək lazım olur. Materialları götürüb mağazadan çıxdım və növbəti görüşə doğru yola düşdüm. Bu dəfə istiqamətim sahil metrosunadır. Orada başqa bir müştəri ilə görüşüb mirvaləri götürməliyəm. Metroda belə dayanmaq bilmir. Hətta yolda bir xanım məndən istiqamət soruşdu, onun da yolunu göstərdim, sonra isə yerindən yoluma davam etdim. Qatarla gedirəm və artıq görüş yerinə çatmağa çox az qalıb. Biraz gecikmişdim. Müştəri də məni gözləyirdi. Görüşdük, mirvaləri təhvil aldım və növbəti mərhələ üçün yenidən yola düşdüm. Bəzən bir gün ərzində bir neçə müştəri ilə görüşmək, materialları toplamaq, sifarişləri qəbul etmək və hamısını planlaşdırmaq lazım gəlir. Sonra isə Xallar Dostluq istiqamətində yolumu davam etdirib yeni günəşliyə tərəf gedirəm. Gün hələ bitməyib. Bu dəfə poçta daxil olub mənə göndərilən mirvaləri götürürəm. Və beləcə gün ərzində topladığım hər şeylə evə qayıdıram. Bir aksesuarı görəndə bəlkə də sadəcə gözəl bir boyunbağı, sırğa və ya bilərzik görürsünüz. Amma onun arxasında seçim, görüşlər, yollar, müştərilərlə ünsiyyət və böyük bir zəhmət dayanır. Mənim bir iş günüm isə məhz belə keçir.